Buraxılış tipli belə bir sualın izahına baxaq. Bizə bərabərlik verilib, n naturaldırsa, n natural olduğu verilib, n ədədi natural bölənlərinin sayını tapmalıyıq biz. Əlçob 2n-dən n-dir. Görürük ki, n 2n-in bölənidir. Yəni, burada bölünən bizim əlçobumuzdur. 2n əlçobdur. Sonra baxıram, 2n plus 3-dən 2n plus 4-ün əbobu deyir. N plus 3, n plus 4. Bunlar nədir? Qarşılıqlı sadədir, yəni ardıcıl ədədlərdir. Əbobları 1-dir. Yəni 2n plus 1-i bizə verib 109. Deməli 2n 108-dir, n isə 54 çıxır. 54-ün natural bölən sayını tapmalıyıq. 54 2 vuraq 27 deməkdir. Yəni 2 vurulsun 3-ün kubu. 2 üstü 1-dir də. Yəni natural böləni tapanda qüvvətlərin üzərinə 1 gəlib hasillərini tapırıq. Yəni 2 vurulsun 4. Doğru cavabımız isə 8 elənmiş olur.